Xoş gördük sizi, hörmətli tamaşaçılar, əziz, istəkli və dəyərli dinləyicilərimiz. Sabahınız xeyirli, gününüz şən, ömrünüz firavan, həyatınız isə əminamanlıq içində keçsin diliyirik. Bu bizim ən böyük arzumuzdur. Səhər sovqatı ilə görüşünüzə gəlmişik, hər zaman olduğu kimi bugünkü gündə də əli boş deyilik, dolu bir xurcunla gəlmişiksin görüşünüzə və səhər-səhər əhvalınızı yüksəltmək üçün qonaqlarımızla birlikdə musiqi və poeziya, eyni zamanda müdrik kəlamlardan sizlərə al-əlvan bir çələng toxuyacaq ki, uzun müddət hələ bu veriliş sizin yaddaşınızdan silinməsin. Bunu biz əminliklə söylüyoruz. Çünki bugün də bizim verilişimizin qonaqları çox tanınmış, söz sənət adamları, sevilən şairlərimiz Cüğatı Elisa qızı və Zahməddin Ziyadoğlu'dur. Xoş gəlmişsiniz bizim proqramımıza. Səhər sovqatına mən də əminəm ki, siz də heç dəri boş gəlməmişsiniz. Ürəyinizə gözəl sözlərincə, gözəl fikirlər və şeirləri töhfə olaraq təbii ki, bizə gətirmişsiniz. Amma icazənizlə bizim məclisimizdə təşrif buyuran digər qonaqlarımızı da biz təqdim edək. Yoxsa sonra onlar bizdən inciyərlər. Çox gözəl bir duetlə sizi salamladılar. Gənc, çox istedadlı xanəndələrimiz Rəvan Ərəbov, Elnur Zeynalov və dueti dinlədik düzdür, amma ayrı-ayrılıqla da onlar bugünkü gündə sizə səhər sovqatı verilişinin tamaşaçıları və dinləyiciləri üçün çox gözəl, özəl və xüsusi bir repertuar seçiblər. Həm bəstəkar mahnıları, həm xalq mahnıları, həm gözəl muğam parçalarımızı dinləmə imkanınız olacaq. Odur ki, milli musiqini sevənlər bu yaxın 2 saat ərzində bizimlə bərabər olun, bizdən heç bir yerə ayrılmayın. Onları müşahidə edən musiqiçilərimizi də salamlamaq istəyirik. Siz də xoş gəlmişsiniz bizim proqramımıza. Tarda Rövşən Qurbanov, Kəmalçı Elnur Midgayalov, Nağarada Amir Mustafayev, Sintizatda da Rəşad Nəsrullayev və Udda Məhəmməd Məhərrəmov bugün bizimlə bərabərdirlər. Sizi salamlayırıq bir daha və ilk öncə belə deyək də istəyirik bu əhval-pürsanlıqdan başlayaq. Rəhmətli Sabir demişkən, necəsiniz, əhvalınız necədir? Elə Zahməddin müəllimin də bu adı çox gözəl bir kitabı var. Həncərsiniz belə, sizin təbirinizcə desək. Çox sağ olun, geniş təqdim etdiniz. Belə bir auditoriyada necə olmaq olar? Mən bilirəm ki, televiziya seyirçiləri, tamaşaçılar da öz yerlərini tuturlar. Dostlar, qohumlar, tanışlar, bütün Azərbaycanlılar televiziyanın məkanı elədir ki, sərhədləri də keçir, adlayır. Başqa diyarlarda, ölkələrdə yaşayan Azərbaycanlılar da bu verilişə baxır. Ona görə bu verilişin səviyyəsi həmişə yüksək olub. Bugün də biz elə bilirik ki, səhər erkən insanların ovqatını çalışıraq ki, xoş olsun və bütün gün ərzində və gələcək günləri də belə xoş ovqatlı olsun. Bu bizim səhər sovqatına da bir
Balaca bir cızma qara bir bayatı ilə istəyirəm başlayam. Bu mənim adətimdir. Xüsusilə bizim üçün yazmısınız. Bəli. Ay, nə gözəl. Əzinəm sovqatdır. Şeir, muğam ovqatdır. Xoş ovqatlı bu səhər bax bizdən tamaşaçılara sovqatdır. Əla. Cüğatel xanım, siz eşidək. Çıxasan dağlara, dalasan seyrə. Feyziyab olasan, ay səhər-səhər. Bir kəhər at ola, bir dəli döylə. Onunla vurasan, ay səhər-səhər. Mən də öz növbəmdə bu gözəl səhərdə canında, qanında milli ruhumuzu daşıyan ən əvvəlcə ictimai televiziyasının, radiosunun əməkdaşlarını, ictimai kanalın bütün tamaşaçılarını salamlayıram. Sabahınız xeyir olsun deyirəm. Sizləri bu gözəl gündə xoş gördük deyirəm. Əlimizdən gələni yəqin ki, əsirgəmərik. Mənə elə gəlir ki, Zahməddin müəllim qeyd elədiyi kimi, sizin dediyiniz kimi nəyimiz varsa ondan, Allahın verdiyi bir parça nəyimiz var o şeirini yəqin ki, bu səhər sovqatında tamaşaçıların ovqatını xoş eləyər O yüksək inşallah. notlara inşallah kökləyəcək bizi izləyənləri. İlk öncə şeirlə başladınız, hər ikiniz təbii ki və bilirik ki, poeziya və şeir məbədidir Qazax torpağı. Hər bir ümumiyyətlə bizim bölgəmiz hansısa bir özəlliyinə görə mənə gəlir, fərqlənir. Nə bilim, Qarabağ xanəndələri ilə, Şəki lətifələri ilə, Qazax isə şairləri ilə. Ümumiyyətlə, heç düşünmüsünüzmü bu haqda? Görürsən, nəyə görə Qazaxda bu qədər çox şair var? Bu təbiətindən mi asılıdır, havasından mı, yoxsa aşığından, sazından mı? Mən o xoşbəxt adamlarındanam ki, mən dünyanın 4 qitəsini gəzmişəm. Və Azərbaycanı qarış-qarış, bulaq-bulaq gəzmişəm. Və keçmiş şeir məkanının da 14 respublikasında olmuşam. Bir Qırğızstandan başqa. Bəlkə də bu vətən istəyidir, bəlkə də bir evlad kimi ana istəyidir. Mən həmişə təbii ki, dünya miqyasına gedəndə Azərbaycanı mən ürəyimdə aparmışam, qəlbimdə aparmışam. Azərbaycanın gözəlliyini gözlərimdə aparmışam. Yəni, elə gözəllik, inandırım, təbii gözəllik çox ölkələrdə yoxdur. Şeir dünya bir üzükdürsə, onun qaşı Qafqazdır. Çünki üzüyü qaşına görə qiymətləndirirlər. Əgər Qafqaz bir üzükdürsə, onun qaşı Azərbaycandır. Bir halda ki, onun qoynunda 9 iqlim yıxılıyor. Əgər Azərbaycan bir üzükdürsə, mən deyərdim, nə Qarabağlar insin, nə Qazaxlılar. Həm Qazaxdır, həm Şuşadır. Çünki təbii gözəllik var. Səməturunu qınıyırdılar ki, niyə Göyəzəni təpə olduğu yerdə, yəni sən uzatmısan. Səməturunun gözəl bir cavabı olub Mirzə İbrahimova. Deyir, ay Mirzə, sən o dağa Səməturunun gözündən bax. O torpağın suyu da, o torpağın meşələri də, o torpağın bağları da, dağları da füqarlıq, əzəmətlik timsalıdır. Orada şair olmamaq qeyri-mümkündür. Heç olmasa, mən həmişə demişəm, çobanın da sandığında, yəni ictimaiyyətə çatmamış şeirlər var, toxumlar var. Mənim də bir arzum oydu ki, elə çox gözəl ki, bəyalar dediyim kimi antologiyada çıxdı. Ancaq ora düşməyən minlərcə insan var ki, onun hamısını toplasan, elə Axundova'da kitabxana ancaq Qazax şairlərin kitabxanasına çevrilə bilər. Qazaxda hər bir kəs şairdir. Yəni, təbiət özü yetişdirir. Biz zamanəmizin adamlarıyıq. İrsən kökümüzə bağlıyıqsa da, ancaq o göz görməmiş necə ilhamlana bilərsən? Yəni, şeir də, mən demişəm, sevinç və kədərin məhsuludur. Kədərlənmədən, sevinmədən şeir yazmaq qeyri-mümkündür. Bu da bir vəhddir. Deməli, təbiətimiz o qədər gözəldir ki, orada şeir yazmamaq qeyri-mümkündür. Bəlkə də mənim sözümə əlavə Cüğatel xanım deyəcək. Var mı əlavə Cüğatel xanım? Deyir, ulularım dağ üstündən dağ aşıb, ana südü burada şeirə bulaşıb. Saz ilə söz ilan kimi sarmaşıb, sevgili tək çılğınlaşıb Qazaxda, Qazaxlılar vurğunlaşıb Qazaxda. Vidadi vaqiflər yetirən yurduq, dünya durdu, sənət durdu, biz durduq. Söz bizi yormadı, biz sözü yorduq. Hallanıb söz yorğunlaşıb Qazaxda, Qazaxlılar vurğunlaşıb Qazaxda. Yəqin ki, havasından, suyundan da elə biz o belə təbiiliyidir sizi ilhamlandıran təbii ki, poeziyanı, şeiri yaratmağa. Bəs Zahməddin müəllim, o zaman Bakıda fəaliyyət göstərən şairlərimiz nə etsin deyirsiniz? Mən bura düşdüm, birinci dəfədir ki, bu məkana düşmüşəm.
and olsun mən özümü elə bilirəm, öz kəndimizdə, öz evimizdə hiss edirəm. Çünki burada nümunə üçün, yəni muzey eksponatları kimi gördüyümüz hamısı bizim evimizdə var. Yəni nənəmlə, babamla qalan sərnişdir, yəhərdir, mişardır, bizdə xırxı deyirlər ona. O xamutdur, nə görürsünüz, yəni burada deyir ki, uşaq vaxtı oxuduğun daşın, oxuduğun, gördüyün mərmər daşın üstünə həkk olunmuş yazı kimidir. Çünki uşaqlıq xatirələri, gənclik xatirələri çox güclü olur. Ancaq şəhərdə, indi bizim bu dövrümüzdə öyrəndiyimiz, oxuduğumuz suyun üstünə yazılan yazı kimidir. Buradan öyrənirik, buradan da pozulur, gedir. Uşaqlıq xatirələrinin əvəzi yoxdur. Mənim bir silsilə şeirlərim var, xatirələr qalan yerdə. Əgər mümkünsə, dünən sıra gün gəlmişəm Qazaxdan və çox həmişə də kövrəldir o şeir məni. Ay kənd yolum, belə bir şeirim var. Onu mümkünsə oxumaq. Mən oxumaq istəyirəm o şeiri. Məni ötürən sən, qarşılayan sən, məni yetirən sən, alqışlayan sən. Sənə üst tutanda uşaqlaşıram, öz körpə dünyamla qucaqlaşıram. Saflıq meyarsan mənə dünyada. Salam, tale yolum, salam səmt yolum, akənt yolum. Uşaqlıq çağları köçüb dünənə, cavanlıq izləri düşüb sinənə. Elə yolçun varmı mən tək güvənə? Salam torpaq yolum, salam hənd yolum, akənt yolum. Tozlu yollarınla, boz yollarınla yaylağa gedərdik, kəndə dönərdik. Dolayı yolunla, qıvrım yolunla durna qatərdik, dərsə gedərdik. Hərdən şimşək olub, ildırım kimi qırdırma gedərdik, kəsə gedərdik. Salam məktəb yolum, salam ant yolum, akənt yolum. Yollarım qovuşdu asfalt yollara, gah beton yollara, polat yollara, səmaya, dənizə, cığır qollara. Salam rəvan yolum, salam mərd yolum, akənt yolum. Şirin xatirəsən, qəlbimə məlhəm. Ömrümə sirdaşsan, əbədi həmdəm. Yorulmaz yolçunam, əlin əlimdə. Sən mənim anamsan, laylan dilimdə. Ömrümə, günümə, ay həmdərd yolum. Mənim həlim yolum, mənim sərt yolum, akənt yolum. Müqəddəs yolumsan, mən də yolçunam. Səninlə əkizəm, sənsiz yalçınam. Arı pətəyimsən, mən də balçınam. Salam noğul yolum, salam qənd yolum, salam əzəl yolum, salam bənd yolum, akənt yolum. Elə yeri gəlmişkən sizin daha bir şeyiniz var da söylüyorsunuz ki, mənim yaddaşımı kənd dəyirmanı, adı necədir? Ağnağazın kimi novasız üydür. Yenə deyirəm, kənddə keçən uşaqlıq çağlarımız, hamımız, valla mən fəxr edirəm ki, kəndçiyəm və Qazaxlıyam və kəndciyəm. Mən şəhərdə heç vaxt döyməmişəm, mən şəhərdəyəm. Burada müvəqqəti məskun. Ona görə də yazmışam, salam əzəl yolum, salam bənd yolum. Hamımızın bənd yolumuz o kənd olacaq. Ancaq o bütün xatirələr, o ağnağaz un, bilirsiniz, unu tam bir çuvalı ya bir kisəni tam üyütmürlər. Evdə uşaqlar acdır. Dəyirmana gətirirlər, bir dağarcıq adca üydürlər ki, hələlik o un üydülənə qədər, çünki növbə olurdu kənd dəyirmanında. O kənd dəyirmanı çox dənlər üydür. Və bizim gəncliyimizin o illərində o üydür. Ona görə o yadda qalır. Və o kənd dəyirmanında ünə yaddaşlayayın ki, şəhər dəyirmanında ünə yaddaşlayayın. Şəhər dəyirmanında üydülən unun keyfiyyəti o kənd dəyirmanı deyil. Biz ona məhsul unu deyirik. O məhsul unundan gözəl xəngəl pişirlər. Qazaxda yarpaq xəngəli, beçəli, qurutulu. O sonra xəngəl şeirdə deyəcəm. Var belə şeiriniz. Var. Onun tamını, onun dadını unutmaq olarmı? O hamısı o torpağın rişəsindəndir. Deyirsiniz, Qazaxda niyə bu torpaqdandır? Qarabağda dediyim kimi gözəllik diyarıdır. O Şuşanın zirvəsindən çox cavanlar baxmayıb ona. Biz elə tarixi xronikalarında mənim xoşbəxtim ondadır ki, mən gəzmişəm hamısını. Şuşadan da belə o cıdır düzünə baxmışam. Yəni Azərbaycanın siz elə bil ki, Göygöl, heç bir yerdə Göygöl qədər gözəl göl görməmişəm. Başının üstündə deməli Kəpəz dağı. Elə bil güzgüdür Kəpəz dağı iki, yəni güzgü kimi həm özü görünür, həm də Göygöldə əksi görünür. Belə gözəllik heç bir ölkədə yoxdur. Düzdür, can atırlar indi hal-hazırda digər ölkələrdə istirahət etməyə. Amma elə gəlir Azərbaycan gələcəkdə bəlkə də neftdən də gəlir bir sahə turizm olacaq. Yəni bunun sayəsində rəhbərlik bilir, tapşırıqlar verir.
bizim hər güşəmiz, həmin tarixi baxımdan, çünki ilk insan məskənlərindən biri ilə Aveydağ olub. Bəli. Bugün də o Damcılı bulağı, hansı ki Səməd Oğluna dillərə salıb. Bugün Qobustan özü, bugün Azıq mağarası, düzdür o gavurların əlində də ancaq o da Azərbaycan torpağı. İlk insan məskəni, bu nə deməkdir? Atseka, Meksikada elə bir yer var, ilk insan məskənlərinin. Dünyada 3-4 yerdədir ki, burada ilk insan məskənlərinin izləri var. Onda bir Azərbaycandadır. Azərbaycana bugün, niyə dünən televiziyada eşitdim, qəzetdə verdim, Lütfüzadə kimi bir dünyəvi bir alim bəxş edib. Azərbaycan elə belə yalın əllə tutmaq olmaz. Təkcə neftimizlə biz fəxr etməməliyik. Əlbəttə, neftlə də fəxr etməliyik. Elə yeri gəlmişkən qeyd edək ki, bugün neft sənayesindədir. İlk dəfə olaraq biz səhər sovqatında danışacağıq, amma birazdan. Hələliksə, Cühatir xanımın çox gözəl bir misraları yadıma düşdü. Söylüyorsunuz ki, bu şair ömrüdür yaşayıram mən. Hələ öz ömrümü yaşamamışam. Və bu şair ömrü yaşamaq hər kəsin bilir ki, nəsib olmur, qismət olmur. Bunu bədbəxtlik kimi qəbul edənlər də var, xoşbəxtlik kimi də. Siz necə düşünürsünüz? Deməli, Nərgiz xanım çox gözəl sual verdiniz, eşq olsun sizə. Əvvəlcə bu şeiri deyim, elə məqam gəlmiş ki, sonra da açıqlamasını deyirəm inşallah. Bu şair ömrünü yaşayıram mən. Hələ öz ömrümü yaşamamışam. Bir şair yükünü daşıyıram mən. Hələ öz ömrümü yaşamamışam. Bu ömür aydındır billurdan deyim. Bu ömür möhkəmdir dəmirdən deyim. Bu ömür qaradır kömürdən deyim. Hələ öz ömrümü yaşamamışam. Bu kimin qanıdır çöküb qanıma? Bu kimin ruhudur hopub canıma? Bu kimin haqqıdır düşüb boynuma? Hələ öz ömrümü yaşamamışam. Bu yükü soracan daşıyacağam. Talihin hökmü ilə barışacağam. Deyən o dünyada yaşayacağam. Hələ öz ömrümü yaşamamışam. Hələ öz ömrümü yaşamamışam. Şair ömrü, mən biraz bu böyük düşür, mən çox üzr istəyirəm şairlərdən. Ya da o şeirin nəğzi kimi deyirəm. Doğrudan çox çətindir. Siz sual verdiniz ki, bu xoşbəxtlikdirmi, bədbəxtlikdirmi? Həm xoşbəxtlikdir, həm bədbəxtlikdir. Bədbəxtliyi bu dünyadakı dövrünü əhatə eləyir, bu yaşadığımız dövrü. Amma xoşbəxtliyi öləndən sonraki dövrdür. O deyən o dünyada yaşayacağam, hələ öz ömrümü yaşamamışam. Bu zaman kəsiyində ki, Allah bizə nə qədər ömür verib, bədbəxtliyi bundadır. Şairin sakit həyatı, nə bilim, xoş günü, güzaranı çox nadir hallarda olar. Mən heç inanmıram ki, o da olmaya. Amma xoşbəxtliyi o dünyadadır ki, bir ki misra ilə əgər insanların indiki dövrdə də xoşlarına gəlibsə, könlünün ruhunu tutan bir şey varsa da, yəqin ki, yaşayar gələcək nəsillər yaşadar. Bax, xoşbəxtlik və bədbəxtçilik bu cürədir. Siz necə düşünürsünüz? Mən də belə düşünürəm ki, şair ömrünün, zamanının salnaməsini yazır. O şeirlər elə belə qafiyə xatirinə yazılan şeirlər yaşamaz heç vaxt. Nə şairi yaşatmaz, nə özü yaşamaz. Şair bütün dünyanın əzablarını, dünyanın qayğılarını, dünyanın sevincini, kədərini ürəyindən keçirdəndən sonra misralara çevrilir. Onu yaşamadan yazmaq qeyri-mümkündür. Çox üzr istəyirəm, Zəhmət Bəyəm. Deyir ki, doğan doğulandır, bəlkə anadır. Həzin bir layladır, alışdı şeir. Əbədi həyata haqqın əli ilə şair anasından doğuşdu şeir. Şeir musiqidir, tara köhlənib. Şeir məhəbbətdir, yara köhlənib. Namusa, qeyrətə, ara köhlənib. Dünyada nə varsa qarışdı şeir. Bir dünya götürməz şeirin ahını, dünəndən yazıbdı xoş sabahını. Azadlıq quşudur, göylər şahini, qəfəsə, zindana qarğışdı şeir. Bir dəli şimşəksən, çaxdığın tək, tükənməz bulaqsan, axdığın tək. Çıxatıl, dünyaya baxdığın tək, həyata ən ali baxışdı şeir. Ən böyük qiymət mənə gəlir buydu verirsiniz. Şeirdir, şeir musiqiyə və tara köklənirsə əgər hal-hazırda onun da yeridir mənə gəlir buydu.
gözüne. Gitme, gitme, gel. Yine sürme çekmişsen ellerin gözüne. Gitme, gitme, gel güzel. Gitme, gitme, gel. Gitme, gitme, gel. Gitme, gitme, gel. Gitme, gitme, gel. Güzel. Gitme, gel. Eşkin məni döndərdi gülüm, bülbülə sənsiz. Könlüm tutulub, baxsam əgər bir gülə sənsiz. Zülfün ucu gösterdi mənə eşki kəməndin. Düşdüm yenə mən Məcnun kimi
sən əgər Vahidə rəhmin gələr gül gül biçarədir ah fəğan bülbələ sənsiz Gözəller sultanı mələklər şahı Ana gözlü yarım getmə yaman Gözəller sultanı mələklər şahı Ana gözlü yarım getmə yaman Həstəyə dərdimdən çəkərəm Təbibim lovmanım getmə yaman Minnətdarıq, çox sağ ol Rəvanə xanım. Bundan sonra nə bizim tamaşaçılarımız heç bir yerə getməz, bu cür gözəl ifadən sonra, nə də təbii ki biz heç bir yerə getməz. Deyir, gəlib yetişibsən son nəfəsimə, olum gözlərinin qurbanı getmə. Aləm bilir günahkarım sən oldun, götür aralıqdan bu qanı getmə. Bir loğman əlindən şəfa istəməm, sənsiz cənnət olsa səfa istəməm. Haq verən dərd deyil, sənin xəstənəm, getmə a dərdimin dərmanı getmə. Onsuz da gümanı yoxdur sabaha, öldürüb məzlumu batma günaha. İmansız mı getsin ulu dərgaha? Cıqatelin dini imanı getmə, olum gözlərinin qurbanı getmə. Necə də gözəl yerinə düşdü bu sizin şeiriniz. Təşəkkür edirik Cühatə xanım, sizə minnətdarıq. Və heç şübhəsiz ki, sizin söhbətlərinizlə yanaşı təbii ki, bizim musiqilərimiz də, xanəndələrimizin ifası da bizim izləyənlərə böyük bir zövq verir. Mən az öncə qeyd etdim ki, Zahmətli müəllim, bugün biz neft sənayesindən də danışacağıq. Çünki sizin yaradıcılığınızla tanış olanlar əlbəttə ki, bilirlər ki, siz artıq 45 ilə yaxındır, eləmi? 45 il. 45 ildir neft sənayesində çalışırsınız, 25 il neft daşlarında çalışmışsınız və neft daşlarından cəmi cümlədən 2 yaş böyüksünüz. Ümumiyyətlə, bax bu dənizin, dalğaların sizin şair olmanızda rolu böyük olubmu? Çünki mənə gəlir o şeir də şair qəlbinə dalğa-dalğa gəlir. Təbii ki. Mən ədəbi yaradıcılığa hələ orta məktəbdə oxuyarkən başlamışam. Yəni, məktəbimizin divar qəzetləri, o vaxt, indi kompüter əsridir, divar qəzetləri var idi. Və orada bir şeirim, 2 şeirim, birinci şeirim çıxanda mən səhərə kimi yatmadım ki, artıq şagirdlər bilirlər ki, mən şeir yazıram. Sonra çox erkən, 16 yaşından mən neft daşlarına, 15 yaşında orta məktəbi bitirdim, çox tez getmişdim məktəbə də və neft daşlarına gəldim, orada çalışdım və təbii ki, həm dəniz, həm o gözəllik, dedim ki, Qazax gözəlliklər diyarıdır. Və Xəzər dənizində, Xəzər çox təlatümlü dənizdir, çox narahat dənizdir. Onun 365 gündən 340 günü küləklidir. Hər insan orada duruş gətirə bilməz. Gərək ona vurğun olasan ki, dənizin də vurğun olasan. Ondan orada işləyəsən, yaşayasan və poeziyinin də məşğul olasan, yazasan, yaradasan. Təbii ki, mənim yaradıcılığımda bir silsilə şeirlərim dənizlə bağlıdır, neft daşlarla bağlıdır, neftçilərlə bağlıdır, neftçi dostlarıma çoxlu şeirlər həsr etmişəm. Və o vaxtlar bir tam formalaşandan sonra, bu 70-ci illərin şeiridir, bir ant yazdım özümə, özüm üçün ant yazdım. And olsun ocağa, and olsun oda, and olsun torpağa, vətəndir o da. And olsun anamdan əmdiyim südə, inam əqidəmdən dönməyəcəm.
məşələ dönəcəm, sönməyəcəm. Bu təbii ki, dediyiniz sözdə həqiqət var ki, neft sənayesi təkcə iqtisadiyyatın onurğa üstün deyil, eyni zamanda xalqımızın ümid çırağıdır. Neft sənayesində gözəl, qabiliyyətli, gözəl, yaradıcı olan insanlar da var. Mən həm də fəxr edirəm ki, buradan da açıq deyirəm, o dostlarımı da salamlayıram. Neftçi Ədəmi Məclisi yaratmışıq. Və mən həmin Neftçi Ədəmi Məclisinin də rəhbəriyəm, yaradıcısı və rəhbəriyəm. Artıq 12 ildir o məclis fəaliyyət göstərir. 100-dən çox şairimiz var. Onların bir çoxunun kitabını çap elətdirmişik. Məqsədimiz də neftçi yazarların sandıq şeirlərini üzə çıxartmaqdır. Çox gözəl şeirlər yazırlar, çox istedadlı bizim. Bir əlindən neft çıxarır, bir əlindən şeir yazır. Bundan nəyə pisdir? Və belə insanlar var. Və təbii ki, mənim yaradıcılığımda neft daşlarının, neft sənayesinin böyük izi var. Və 25 il neft daşlarında çalışandan sonra torpaq çəkir. Və mən o vaxt Moskvada Ali Məktəb Akademiyanı qurtarmışdım. Məni qırağa işə dəvət edildilər və 6 ilə yaxın Azərbaycan Neft və Qaz Sənayesi İşləri Respublika Komitəsinin, Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri işləmişəm. O vaxtda yəni həmkarlar işi də bir növ poeziyadır, insanların qəlbi ilə bağlıdır, insanların sosial durumu ilə bağlıdır. Yəni onların xeyrinə, şərinə yaramaqla bağlıdır. Və sonra da paralel olaraq ekologiya üzrə deməli beynəlxalq sertifikat, yəni diplom almışam və bugün də onun da xeyri mənə dəyir. Ekologiyada poeziyadır. Tədris edirsiz həm də. Bəli, həm də ekologiyanı tədris edirəm. Həm də ekologiya özü, təbiət özü şeiriyyətdir. Bəli, hamısı bir-birinin av bəxtimə yazılan bir taliyyədir. Siz həm o dəryaya söhbət o Mavi Xəzərdən gedir, həm də ki, bax bu dəryaya, Söz dəryasından gedir söhbət, baş vurmusunuz. Mənim üçün çox maraqlıdır. O dəryadan neft çıxartmaq asandır, yoxsa bu dəryadan şeir istehsal eləmək? Tam belə əksinə dedik. Vallahi dünyada sözdən qüdrətli, sözdən dərin ümman ola bilməz. Neft də tükənən şeydir. Qızıl da tükənən şeydir. Bütün sərvətlər tükənən şeydir. Söz tükənməz. Sözün qiyməti yoxdur. Hələ həqiqi qiymətini nə Nizami verir, nə Füzuli verir, nə tanıdığımız mənim poeziya peyğəmbərim dediyim Səməd Vurğun verir, nə Sabir verir, nə Xətai və müasir şairlər. Sözün qiyməti hələ verilmir. Sözün qiyməti? Söz Tanrı nemətidir. Onun yüksəkliyindədir bəlkə? Bəli, sözün dəyərinin qiyməti yox. Ona görə həm o ünvanda dənizdə, yəni neftin müəyyən qiyməti var, $1 dolları keçib. Ancaq sözə kim qiymət verə bilər? Ancaq söz xiridarları qiymət verə bilər. O da hələ qiymətini tam verə bilməzdir. Vətəni də sərhədsiz görmək istəyirsiniz, amma hər halda vətənin də sərhəddi olmalıdır. Necə ki, sözün, musiqinin məsələn sərhəddi yoxdur. Musiqi sərhədsizdir. Sözün sərhəddi necə? Poeziya və musiqi ruhun idmanıdır. Maraqlıdır. Bax, biz olur Hind musiqisinə qulaq asırıq. Onun sözlərini bilmirik, dərk etmirik. Yəni Michael Jackson oxuyur, bəzi adamlar ona qulaq asırlar. Mahiyyətini bilmirik. Ancaq musiqi qəlbimizi ram edir. Onun sərhəddi yoxdur. O Hind musiqisi bizim hamımızı körəldi, bağladıq da o kinolarda oxunan musiqi. Baxmırıq, onun sözünün dəyərini, yəni mənasını bilmirik. Ancaq musiqi qədər qəlbləri oxşayan, qəlbin məlhəmi musiqidir. Bizim bir çoban olub, deməli, əməliyyat aparlasıymış. O, nədir, ağır kəsici dərmanlarda durmaq istəyirlər, deyir, yox. Qoy Aşıq Ədalət çalsın başımın üstündə. Magnetofon gətirlər onun ruhanisinin altında, o kişini əməliyyat edirlər. O of da demir. Musiqi budur. Saz qüdrəti, muğam qüdrəti, tarım qüdrəti budur. Musiqi terapiyası var. Musiqi terapiyası, məlhəmdir. Və ikinci bir təzəlikdə oxudum. Kim musiqiyə çox qulaq asır, kim nikbin yaşayır həyatda, xoş ovqatlı yaşayır, xoş sovqatlı yaşayır, o adam bədmin adamlardan 10 il çox yaşayır. Və tamaşaçılara da, bizim seyircilərə də məsləhət görürük onu. Məsləhət görürük. Həmişə poeziya ilə dostluq eləyin, musiqi ilə dostluq eləyin, ömrünüzün olsun. Musiqi ona görə poeziya ruhun idmanıdır, ruhun məlhəmidir. Nə gözəl. Mənə gəlir Cığatil xanımın hər bir məqam üçün hazırladığı bir şeir var. Bu məqama da onun bir şeiri səslənsə yaxşı olar. Daha sonra Elnurun ifasını dinləyəcək biz. Buyurun. Sözü mən deyəcəm, şeiri budur. Bəli. Oynayıram, görmürsən. Elə oyna deyirsən. Düşünmə hamı kimi biləklə oynayıram.
İncimə dərdin alım, mənim havam ayrıdır. Bəndə ilə işim yox, mələklə oynayıram. Bütün günü toydayam, yox bir dərdim, bir qəmim. Zərrəcə mey dadmaram, başımda müdəmdəmim. Yazda gül, payızda bar, yayda günəş həmdəmim. Qışda qara sarılıb küləklə oynayıram. Bəzədikcə bəzərdim qədimlə qaşlar kimi. Tükənib bitməz idi sıldırım daşlar kimi. Uçub getdi arzular köçəri quşlar kimi. Qayıtmır məkanına, diləklə oynayıram. Əsrlər, qərinələr bir ömürdən ötüşür. Günlərin rəngi qara, ağ kömürdən ötüşür. Qariyan kədərimin saçlarına dən düşüb, sevincim beşikdədir, bələklə oynayıram. Buludlardan ayrılıb göylərdən çilənmişəm. Zəmidən bir sümbüləm, göy dənə bələnmişəm. Xırman üstə sovrulub xəlbirdən ələnmişəm. Dəyirmandan çıxmışam, ələklə oynayıram. Yeri dəhşət bürüyüb, nə qalıb göydə qalıb. Yer də, göy də hökmünü alanda göydən alıb. Haq göndərən kəndirə haqsızlar düyün salıb, kələfi aşmaq üçün kələklə oynayıram. Boynumda mirvarilər düzülübdür bir səfər. Milyon ziyanım olur yetmək üçün bir nəfər. Ölürəm, dirilirəm gün ərzində 1000 dəfə. Əzrailə can deyib fələklə oynayıram. Mənim havam ayrıdır, qulağım hey səsdədir. Şair zildə oynamaz, oynadığı pəstədir. Cıqat eləm sol əlim, ürəyimin istədir. Sağ əlim varaq üstə, lələklə oynayıram. Sağ əlim varaq üstə, lələklə oynayıram. Təşəkkür edirəm, minnətdarıq.
Dedim ey gül, gedirsən sənə tədbir gərək. Dedim ey gül, gedirsən sənə tədbir gərək. Dedi divanə özünsən, sənə zəncir gərək. Dedim axır bu gözəllərdir Dedim axır bu gözəllərdir içən qanımızı. Dedi cəllad özümsən, sənə şəmşir gərək. Saf sevgiyə saxtakarlıq yaraşmaz. Bu baxışın zamanətdir, bilmirəm. Onu bil ki, qəlb sındı mı barışmaz. Bu baxışın əmanətdir, bilmirəm. Zaməddini intizarda qoyma sən. Bu baxışın mərhəmətdir, bilmirəm. Nəsimi tək ürəyimi soyma sən. Bu baxışın məhəbbətdir, bilmirəm. Qoy gənclərin məhəbbətli yaşasınlar. Dedi müjgan oxunatma dələr bağrımızı. Dedi qorxaq gözə baxmaqlığa bitir gərək. Dedim o gül mənə sərbəstliyə baxıb güldürəm. Dedi bu işmələri bilməyə mahir gərək. Dedim əl çəkmərəm səndən nə qədər var cavanım. Dedi cahilsən hələ ged olasan pir gərək. Dedi Dedim səni fail çoxdan sevir insaf eylə. Dedi bax bu sülh yoludur, ikimiz bir gələk. Aman 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 can aman 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 aman. Bizden ayak kesen güzel, bizden ayak kesen güzel. Dur gel nazlana nazlana, bala nazlana nazlana. Aşığından küsen güzel, aşığından küsen güzel. Dur gel nazlana nazlana, bala nazlana nazlana. Sen gel nazlana nazlana, yarım nazlana nazlana, hanım.
sassız olmaz. Aşık sese sassız olmaz. Güzel gelin nassız olmaz. Dostlar asıl sözsüz olmaz. Dostlar asıl sözsüz olmaz. Sen gel nazlana nazlana, ala nazlana. Dur gel nazlana nazlana, yarım nazlana nazlana, hanım nazlana nazlana, canım nazlana nazlana. Sen gel nazlana nazlana, yarım nazlana nazlana, hanım nazlana nazlana, güzel nazlana nazlana. Sen gel nazlana nazlana, hanım nazlana nazlana, canım nazlana nazlana. Güzel nazlana nazlana. Optimaldan şok kampanya. Paltaryan və paltarqurdan alana, Toz soran hədiyyə. qaz peç alana, Aspirator hədiyyə. soyuducu alana isə Ət çəkən hədiyyə. paltaryan və paltarqurudan bir yerdə Artıq 1340 manata deyil, 990 manata. bundan başqa Yalnız şəxsiyyət vəsiqəsi ilə bütün boş malları faizsiz kreditlə. boş artıq hər yerdə. 100% boş keyfiyyəti ilə boş dünyasındakı ən yaxşıları artıq bütün optimal mağazalarında. Ünvan Bakı şəhəri Şərifzadə küçəsi 73 Centilmen geyim mağazasının yanı. Telefonlar 012 433 81 33 050 433 81 33. Bütöv badam, zəngin krem və kakos. Raffaello, hisslərinizi tamamlayan arzu. Raffaello, zəriflik, həzz, arzu. Arzum dəbstilist olmaq idi. Qızıma qismətmiş. Hazırladığı məzuniyyət layihəsində ən böyük dəstəkçisi mənəm. Vay, rəngi solmadan bu ləkə necə gedər? Ağ paltarlar üçün qüsursuz təmizliyin sirrini bilirdim. Rəngli paltarlar üçün isə Ariel Color and Style'ı kəşf etdim. Adi yucu tozlar parçanın rəngini aparır. Ariel Color and Style çətin gedən ləkələri apararkən rəngləri parçaya kilidləyir və rəngli paltarları təzə kimi təmiz saxlamağa kömək edir. Sevdiklərinizin uğrunda payınızın olmağından daha yaxşı nə ola bilər? Ariel Color and Style rəngli paltarlar üçün də qüsursuz təmizlik. My Brands geyim brendləri Sisley və United Colors of Benetton rəngli paltarlarınız üçün Ariel Color and Style'ı tövsiyə edir. Heç bilirsən Milka niyə belə zərifdir? Niyə? Uzaq Alp dağlarında, tərtəmiz havanın, yamyaşıl otların olduğu yerdə ən yaxşı süd hazırlanır. Və Milka'ya qatılır? Məhz Alp südü sayəsində Milka ən zərif südlü şokoladdır. Milka, ən zərif şokolad. Kəpəyə qarşı 2 nömrəli şampun hansıdır? Bilmirəm. Mən başımı sabunla yuyuram. Kəpəyə qarşı 1 nömrəli şampun hansıdır? Head and Shoulders. Head and Shoulders. Head and Shoulders. Düzdür. Yalnız 1 nömrə 1 var. Yeni il mənzil kampanyasından yararlana bilməyənlər üçün indi istədiyin yaşayış kompleksindən mənzil al. Yerindəcə 15% endirim əldə et. 15%. Belə təkliflə hələ mənzil alan olmayıb. Akkord Şirkətlər Qrupu. Yeni keyfiyyət nişanı. Gözəl bir gün idi. Mən uşaqlarla parkda gəzirdim ki, birdən ağrı gözlənilmədən şənliyə son qoydu. Yaxşı ki, yanımda Nurafen var idi. Yüksək sorulma və yönəlmiş təsir sayəsində Nurafen ağrının mənbəyinə tez nüfuz edərək onu aradan qaldırır. Hə, getdi? Nurafen ağrıya qarşı yönəlmiş təsir. Bir ana kimi uşaqlarımın səhər yeməyinə E vitamini ilə zəngin fındıq, zülal və kalsiumlu süd, zərif kakao və nəfis dadı özündə birləşdirən Nutella'nı seçirəm. Nutella, övladlarımın ləzzətlə yediyi xeyirli səhər yeməyi. Onları lazım olan gündəlik enerji ilə təmin edir. Məhz buna görə biz səhərlərimizi onunla başlayırıq. Nutella. Alo? Oldu, başa düşdüm.
Anamız gec gələcək. Şam yeməyini mən bişirəcəm. Deməli kartof olacaq. Yox, makaron. Anamız bizim üçün kotlet saxlayıb, mən isə aş bişirəcəm. Aş? Görəsən anamız bunu necə belə dadlı bişirir? Hatta mən bilirəm necə. Galina Blanka ilə. Galina Blanka kubikləri sayəsində hətta ən sadə qarnir belə daha dadlı və iştahlı olacaq. İşləriniz necə gedir? Dadına bir bax. Dadlıdır. Kim hazırlayır? Usta. Galina Blanka hər bir qarniri daha dadlı edəcək. Evdə rahatlıq Ervik ətrindən başlayır. Gün və gün Ervik evimizi təbiətdən ilhamlanmış təravətli ətirlərlə doldurur. Və hər şey dəyişdikdə belə əsas olan dəyişilməz qalır. Avtomat Ervik spreylərinin bəxş etdiyi ev rahatlığı. Ervik, evdən yaxşı yer yoxdur. Boğaz ağrısı əlamətlər aysbergin görünən tərəfidir. Səbəbi müalicə etmək lazımdır. Əsl dərmanı Strepsilsi qəbul edin. Kliniki sübut olunub. Strepsils rahatlıq gətirir və bakteriyaları məhv etməyə kömək edərək ağrıların səbəbini aradan qaldırır. Strepsils boğazdakı ağrılara ilk yardım. Ariel istehsalçısı dünyanın lider yumuşaldıcılarından olan Lenor'u təqdim edir. Artıq Azərbaycanda hava yumuşaqlığı, təravət, daha asan ütüləmə və antistatik təsir üçün Lenor'dan istifadə edin. Qoy ailəniz paltarların və yataq örtüklərinin hava kimi yumuşaqlığından və təravətindən zövq alsın. Lenor, ailəniz üçün hava yumuşaqlığı və təravət. Teşekkür ederim, minnətdarıq sizə. Bəli. Bir daha minnətdarıq sizə. Təbii ki, Naz xanımlarımıza çox yaraşır, amma da unutmayaq ki, artıq Naz aşıqı usandırar, vaxtından tez usandırar. Məhəbbətdən istəyirəm danışaq. Sizin bir şeyiniz yadıma düşdü, mənim Zahmətim mənim. Söylüyorsunuz ki, bu dünyanın boranı var, qarı var, musiqisi, kamanı var, tarı var. Bu dünyanın leylisi var, yarı var. Amma söylüyorsunuz ki, Məcnun boyda məhəbbəti vardır, var. Niyə məhz Məcnun boyda, Leyli boyda yox? Leylinin məhəbbətini Məcnundan deyəsən bir balaca aşağı tutursunuz. Yox, təbii ki, mən daha çox Məcnunu vəsf etməliyəm. Aha, birinci, dünya çox maraqlıdır. Çox meyyarlar hələ açılmayıb. Quran-ı Kərimdə belə bir surə var. Allah Taala riza bildiyi, yəni rəva bildiyi sirlər, mətləblər açılır. Mən istəyərdim, mən alimlərə də sual verirəm, amma buradan da bir sual verirəm. Bax, yolu getmək üçün kilometr var, ölçüsü var. Uzunluğu ölçmək üçün metrə var, çəkini ölçmək üçün kilo var, kilogram var. Temperatura ölçmək üçün termometr var. Bir çox cihazlar var, meyyarlardır. Biz onunla ölçürük. Məhəbbətin ölçüsü niyə yox? Etalonu yoxdur. Etalonu. Bəli. Etalonu. Ancaq indi niyə Məcnun kimi deyirik, ya Leyli kimi deyirik, ya Fərhad Şirin kimi deyirik. Yəni bizdə məhəbbətin etalonunu olmadığına görə onları etalon kimi qəbul edirik. Məhz Məcnun məhəbbəti Məcnunu, yəni Məcnun kimi çoxları da Məcnunu oxşayıblar. Yəni sərgədan eləyib. Məhəbbəti dərk olar, məhəbbətin ali dərəcəsinə kimi gediblər. Ona görə Məcnun olub. Məhəbbətin etalonu deyirsiniz, olsaydı müharibələr qopardı. Nəyə görə? Daxili müharibələr olardı. Mən deyirəm ki, misal üçün, mən kimisə, ya qardaşımı istəyirəm, bacımı istəyirəm, qızımı istəyirəm. Ancaq qəlbimdə oğlumu ondan çox istəyirəm. Misal üçün deyirəm. Ya qəlbimdə o qonşunun, ya əmin nəvəsini, ya dayı nəvəsini çox istəyirəm. Ancaq mən oğluma o dərəcə ölçək. Görək, indi sən mənim çox istəyirəm. Bu qarşılıqlı dava olar. Demol həyat yoldaşından. Dava olar. Sən mənim çox istəyirsən, kimsə çox istəyirsən. Yəni bu məcazi mənada mən təbii ki, Leyli onun yarıdır. Məcnun da Leylinin yarıdır. Yarı yarıdırlar. Aydındır. Mənə elə gəlir Cığatil xanım yazsaydı bu şeiri tam əksinə olardı. Deyir ki, əziz dostum, məhəbbəti sorursan, o ki, söhbət ölçüdən düşdü məhəbbətin ölçüsünü. Neynim də bu gəldi gərək deyəm. Əziz dostum, məhəbbəti sorursan, bənzəri yox bir neymətdir məhəbbət. Sirli, sovlu xülyası var başında, dünya boyunda bir hikmətdir məhəbbət. Çəkisi yox, ölçüsü yox, nə qədər. Müttəhimi hakimindən lap betər, İki baxış bir-birini qul edər, qandalı yox əsarətdir məhəbbət. Seçməz gözü nə qohumun, nə yadı, dadanların çıxmaz yadından dadı, vüsal, murad, arzu, istək ondadır, yetməyənə bir zillətdir məhəbbət.
Cığatı ilə qızıyam mən də ilin, eşqidir mənası hər ayın, ilin. Ey insanlar, hər şeydən gözəl bilin, məhəbbətdir, məhəbbətdir, məhəbbət. Bu bunun ölçüsü, ay Nərgiz xanım. Amma o ki qaldı ki, Zaməddin müəllim ki, o Məcnunun məhəbbətini böyükdür, elə şey yoxdur. Leylinin məhəbbəti lap böyükdür. O sizin. Leylinin ürəyi daha çox yəni. Mən elə məhəbbətlə başladılar. Düzü gərək mən son illər yazdığım, o gənclikdə çox şeirləri həsr etmişəm, hamımız kimi. Yəni, məhəbbətsiz, məhəbbət barədə yazmayan şair yox. Ancaq son dövrlərin belədir. Həm də ki, bir hacı titulu da, mən məsləhət verici, xeyir dualı, yol göstərici, bax belə bir şeirlərim, belə bir, yəni beynimdən onlar gəlir, keçirəm çox. Beynimdən daha məhəbbət, təbii ki, anaya məhəbbətdən başlayır dünya məhəbbət, ataya məhəbbətdən başlayır dünya məhəbbət. Əgər ata-ananı sevməsən, heç peyğəmbərini sevməsən, heç Allah talanı sevməsin. Düzdürmü? Ata-analarını hər bir kəs sevməlidir. Ancaq indi son dövrlərin bu kosmos əsridir, kompüter əsridir, çox bədbin hadisələri televiziya gətirib bizə çatdırır. Atıya, anaya əl qaldırmaq, onu küçələrə atmaq, o vəhşilikdir, insanlıq deyil. Heç cürə ata-ananın borcu evlad qarşısında əbədidir. Evlad ömrü boyu ata-anaya səcd etməlidir. Bəxtimi görənlər olub, söylüyorsunuz və tapmayacağında geri dönən deyiləm, onu da söylüyorsunuz. Tapdınız mı Catil xanım? Qulağıma təzə xəbər çatıbdır. Deyirlər, bəxtimi görənlər olub. Qurban olum, hürkütmüyün amandır, deyirlər, bəxtimi görənlər olub. İstəyiblər, gətirə bilməyiblər. Sahibinə yetirə bilməyiblər. Qaldırıblar, götürə bilməyiblər. Deyirlər, bəxtimi görənlər olub. Nur düşməz dibinə yanan çıraqdan, bəxtinə bax, deyirlər, hey qıraqdan. Dərbədər düşmüşəm mən axtarmaqdan, deyirlər, bəxtimi görənlər olub. Dağda səyat, torun qura bilmədi. Necə axdı, sellə sara bilmədi. Rəmmallar tas qurdu, görə bilmədi. Deyirlər, bəxtimi görənlər olub. Cığat eləm, nə bilim, haçan gələm. Ayağımda çarıq, əlimdə qələm. Tapanacan geri dönən deyiləm. Deyirlər, bəxtimi görənlər olub. Deyirlər, bəxtimi görənlər olub. Müəyyən hissəsini tapmışam. Bu kitabların işıqızı gördükcə, nə bilim, harada sabah bu belə bir bu şeirlərlə, verilişlərlə, elə sən heç onda bilmirdim nə axtarırmışam, hansı bəxtini axtarım. İndi görürəm ki, elə axtardıqlarım bunlar imiş. Biraz tapmışam. Ümumiyyətlə, bəxt insan özü tapır, yoxsa insan bəxtinin dalınca düşməlidir? Mən onun izahını belə bir sadə fəlsəfi fikirlə deyim. İnsan dünyaya gəlməmişdən onun bəxti yazılır. Siz ona inanın. Allah yazsa, Allah Taala yazsa, o var. Ancaq insan daim o bəxtini axtarmalıdır. İnsan bəxti yazılsa da, ancaq yerdə, kainatda insan öz bəxtinin yollarında özünü fəda etməlidir. Xoş güzaran üçün, yaxşı yaşamaq üçün, yaxşılıq etmək üçün ən başlıcası. Ən məşhur filosoflar kasıb adamlar olur. Ancaq nə qədər sadə, nə qədər müdrik, nə qədər... Onun üçün dünya varı heç nədir. O eləsi var deyir, bəxtim yoxdur. Maşını da alsaydım lotereyada bir nömrə səhv düşdü. O yox, o Allah Taala yazıb. Artıq sən onu çalışsan da edə bilməsən. Elə şey var ki, onu əldə etmək olar. O insanın Allah Taala deyir, səndən hərəkət, məndən bərəkət. Bu həmişə belə niyyətdə olmalısın. Yoxsa mən neyniyim, ancaq alınmaz. Çünki bu yazılmıyor. Bəxtimə yazılmıyorsa bu mümkün deyil. Bəxti axtarmaq çox üzr istəyirəm. Sadəcə ağılla, dərraki ilə hərəkət etmək deməkdir. Amma belə o alın yazısı yazıdır. Mənim bir şeirimdən bir parça deyəcəm. Çünki o uzundur, onu desəm uzun çəkər. Orada deyirəm ki, insanam, yana-yana yaşamaq öyrənirəm. Alnımdakı yazını daşımaq öyrənirəm. İpim dolaşıq düşüb, daş yumaq öyrənirəm.
Məsələm çox qəlizdir. Açılmır, fəğandayam. Mən həyat məktəbində hər gün imtahandayam. Bu alın yazısı da var, amma bu axtarmaq da ki, sadəcə ağılla, dərrakə ilə hərəkət etmək deməkdir. Elə deyilmi Nizaməddin? Bəli, bəli. Mən də elə əmək fikrimiz üstə düşür. Mən dedim sevmirəm, sən də inandın. Nə yazıq, duymadın, ən böyük yalanım budur. Belə söyləmişsiniz. Sənə bir əzabı qənimət sandım. Gizlicə alışdım, gizlicə yandım. Mən dedim, sevmirəm, sən də inandın. Duymadın, ən böyük yalanım budur. Nə tez inandı Cığatel xanım? Görürsün, bax bu inanıb, amma məsəl üçün bir inanmayan da deyir ki, yox edir. Boynuna al ki, de ki, səni sevirəm, bütün hərəkətlərini. Deməli, orada belə, onu bax, bu sözə şəxsən istəyirəm, bir gözəl şiirlə cavab verəm. Hə, buyurun, olar. Deyirsən, al boynuna, de ki, sevirəm səni. Necə alım boynuma? Mən səni sevmirəm ki. Gəl dost kimi danışaq. Dərdimi deyim sənə. Sevmək belə mi olur? Mən səni sevmirəm ki. Ağlayıram yaşımla yanağımda olursan. Gülürəm gülüşümlə dodağımda olursan. Baxıram gah solumda, gah sağımda olursan. Sevmək belə mi olur? Mən səni sevmirəm ki. Gecələr ay görsənir, ayda görürəm səni. Aldığım hədiyyədə payda görürəm səni. Əyilirəm su içim, çayda görürəm səni. Sevmək belə mi olur? Mən səni sevmirəm ki. Xəbərin yox, hopmuşam. Gəzirəm, qanındayam. Ayrı gəzən cəsədim, ruhumla canındayam. Bircə sözünə bəndən çağırsan yanındayam. Sevmək belə mi olur? Mən səni sevmirəm ki. Nədənsə sevinirəm mən səni şad görəndə. Xoşum gəlmir adının yanında ad görəndə. Qısqançlıqdan ölürəm yanında yad görəndə. Sevmək belə mi olur? Mən səni sevmirəm ki. Deyirsən Cığatelə, deyir ki, sevirəm səni. Sənə sevirəm desəm, bitirəcəksən məni. Ölüm, zülüm söylədim ürəyimdən keçəni. Daha nə istəyirsən? Mən səni sevmirəm ki. Allah. İstəyirəm bu şeir məclisinə bir qədər də musiqimiz rəq qatsın. Rəvanənin ifasını dinləyək. Söyle
Heç mənim ruhum oxşarmı söylə, 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 heç mənim ruhum oxşarmı söylə. Çox sağ olun, minnətdarıq. Musiqisi bizim görkəmli sənətkarımız Əli Baba Məmmədova məxsus idi. Sözləri isə Mikail Müşfiqə aid olan gözəl bir ifa. Təşəkkür edir. Bugün ümumiyyətlə necə idi? Musiqi və sizin ruhunuza təsiri necə idi? Yəni, dediyim kimi, bəşər evladı dünya gələndə, yəni, təbii ki, heç danışmırmışlar bir-birinə. Ancaq insanlar bu musiqini təbiətin özündən kəşf ediblər. Siz görmüşsünüz, külək bərkəsəndə ağaçlara, qayalara dəyir, bir səs çıxardır. İnsan təbiətin özündən öyrənib bu musiqini, sonra alətlər və s. təkimləşir, Sadıqsandan başlayır, o tar təkimləşdirir, artıq 11-12 simli eləyirlər. Vaxtilə bu Orta Asiya ölkələrində bir simli də var, üç simli də var. Gitar, sitar, müəllimə, belə var da, indi mən musiqiçi deyiləm, həm də hər halda. Musiqinin qanadlarında məni apardı, dünyanı yenə gəzdirdi, gətirdi, Amerikadan belə. O gəzdiyiniz yerləri bir daha xəyala gətirdi. İndi ikinci bir şey də, qoy bu şeiri deyim, ancaq bu yeri gəlib deyirəm, dayaqsız heç nə olmasın. Xalq musiqisinin inkişafı 10 il bundan qabaq da indikidə, baxın. Tara, musiqiyə, saza, nə qədər televiziyamız, elə ictimai televiziya, mən təşəkkürümü bildirirəm. Xalqla bağlı, nəfəs alan, hansı televiziyalar olsun, mən ona təşəkkürümü bildirirəm. Bayağı verilişlərin düşmanıyam. Çünki bizim mentalitetə, bizim xalqımızın adına xələl gətirən, hər bir işin dayağı olmalıdır. Mən bir dayağı var, şeir oxuyum, oxucular da, dinləyicilər də hər halda bundan bir ibrət götürərlər. Nəsihətnamə şeiridir. Dinlə məni, bəşər oğlu, sözün sözə dayağı var. Anla məni, məhşər oğlu, yüzün yüzə dayağı var. Qalanarsa adi ocaq, qorunarsa odu ocaq. Məhəbbətdir, odu ocaq, közün közə dayağı var. İnsan olsa halal ümmət, razı qalar bəşər ümmət. Sən əyriyə etmə minnət, yüzün yüzə dayağı var. Atalardan qalıb məsəl, ürəyini eylə məşəl. Üzdə qalar xeyrəməl, izdə qalar xeyrəməl, izinizə dayağı var. Sazı ələ alsa aşıq, verər məclisə yaraşıq. Tellərində yaşar işıq, sazın saza dayağı var. Dağlar dayanar üzüzə, həyən olar dərə düzə. Bir örnəkdir bəlkə bizə, üzün üzə dayağı var. Nə axtarsan düzdə axtar, nəsihəti sözdə axtar, zahməddini gözdə axtar, gözün gözə dayağı var. Yəni, dayaqsız heç bir şey yox. Heç bir şey yoxdur bu həyatda, bəli. Elə də həyat bir-birimizi yaxşı anlasaq, bir-birimizə düz yol görsətsək, yaxşı məsləhətin özü yaxşı dayaqdır. Bəli. Elə bu səbəbdəndir ki, yəqin ki, Cığatay xanım da söylür ki, insanlarda mən də ilqar vəfa axtarıram. Bundan öncə isə demişsiniz ki, misrada söyləmişsiniz ki, mən şairəm, aşıqla mı deyişim? Allaham dövran zaman dəyişim. Günahsızdır bu dünya ilə nə işim? İnsanlarda ilqar vəfa gəzirəm. Bu ilqar vəfanı hələ də gəzirsiniz, yoxsa axtarıb tapa bilmişsiniz? İlqar vəfa elə bir şeydir ki, onu insan ömrünün axırına qədər gəzir. Bəzi müəyyən cəhətlərdə bəzən tapdığımız məqamlar olur, o elə konkret deyil, axı bunu tapdın, bununla da qutardın. Bitdi, bəli. Gün sabahın ayrı tələbatı var, birisi günün ayrı tələbatı var, hərəsini ayrı-ayrı vaxtda axtarırıq, hələ bilmirəm indi axırı nə olacaq. Amma Zahməddin müəllim bu mentalitetimizdən danışdı, dövran zamandan danışdı. Mən elə bu sırf ictimai kanal olaraq, çox milliliyimizi qoruyan bir kanal olaraq yenə bayaq da təşəkkür edirdim, bir daha təşəkkürümü bildirirəm. Amma bu şeir həyatəsində də Zahməddin müəllim, bu yaxınlarda başıma bir iş gəldi. Yaxınlarda yəni də onlar da biraz, onlar bir neçə ay. Təsəvvür edin ki, şeir deyirəm, çox üzr istəyirəm tamaşaçılardan da hər kəsdən də. Deyirlər ki, bəs yox, şeiri
Biz Avropaya doğru gedirik. Şeirin də qafiyəsi olmasın. Biraz yeni yox. Şeir bir cümlə də mənası varsa o özü bir misrada da əsas odur ki, bəli. Orada məni biraz belə deyim tənqid elədilər. Onda götürüb yazmışam. Əgər deyə bilərəmsə də əgər mümkünsə deyim o şeiri. Şair dostum, yazanda qafiyədən qaç dedin. Dünya müasirləşir, gözlərini aç dedin. Yeni dəbdə şeir yaz, aləmə nur saç dedin. Məsləhəti sevirəm, sən dedin, mən dinlədim. Heç xəbərin olmadı, dinlədikcə inlədim. Deyirsən, soyundurub şeirimi lütmü edim. Mayasız xəmir qatıb, kündəmi kütmü edim. O gözə görünməzi göstərib bütmü edim. Bir kitabım, son sözüm la ilaha illallah. Arxasınca gələn söz Mühəmməd Rəsulillah. Şairlik haqdan gəlir. Nə məktəb, nə mədrəsə. Kimdir şair söyləyən, şair olmayan kəsə? Söz sözə dayaq olub, oxşamasa səs səsə. Nə nəğmə olar, nə çağlayar kaman, tar. Döyünən ürəyin də bir ahəngi ritmi var. Layla dedim, yah dedim. Qızıl gülə bat dedim. Qızıl gülün içində şirin yuxu tap dedim. Uyğu vaxtı bitəndə balamı oyaq dedim. Bu ahəngi pozanda yuxum ərşə çəkir. Nə gecəm gecə olur, nə səhər dan sökülür. Ruhuma yad ruhları qarışdıra bilmərəm. Özüm öz vicdanıma qarşı dura bilmərəm. Əynimə yad libası yaraşdıra bilmərəm. Ədalı əbam, çuxam, naxışlı çarığım var. Çoxu həsəd aparır, baxışlı çarığım var. Vaxtsız yazılan şiir, təbsiz yazılan şiir, vaxtsız açan bir çiçək. Tezcə solub gedəndir, görünməmiş bir ləçək. Nə qoxlayan olacaq, nə yar yara biləcək. Sonra umut küsəcək, sevilmədim deyərək. Mən deməyim, siz deyin, belə çiçək nə gərək? Qurban olub şeirimin üzündə ürbəndinə. Duyan duyub anlasın, kim güvənir kəndinə? Bir misramı vermərəm, yadın neçə bəndinə. Qoy bürünüm palaza, mən sürünüm el kimi. Yaşasam yaddaşlarda, qalım cığatel kimi. Bax, bunu şəxsən ictimai kanala hədiyyə edirəm, bax bu şeiri. Çox sağ olun. O milliliyimizi qoruduğuna Təbii. Mən əgər bu məclisdə, yəni mənim hər bir şairi məşhur edən bir şeiri var. Bəli. O şeiri deməsəm, məndən xahiş ediblər. Yəni tamaşaçılar da, dostlar da, çox məclislərdə də, aşıqlar da ki, o şeiri dedi. Bu Qazaq ləhcəsində həncərsən sözü necəsən deməlidir. Nə tərsən. İndi çox ancaq həncərsəndən də həm bir xoşovqat yaranır, həm də elə bir hər tərəfli xəbər alırsan. Artıq sizə müraciət edəndə də mənə gəlir belə deyirlər. Mütləq. Bəli, zəhmətli mənim. Professoru da, akademiki də, şairi də, fəhləsi də, neftisi də, hamısı məndən həncərsən. Xəyal məni lap uzağa apardı. Gah bürküyə, gah sazağa apardı. Qanadında düz qazağa apardı. Köç əskərdə xəbər aldı bir pəri. Ağrın alim, həncərsən, həncərim. Belə səfər heç girməzdi yuxuma. Xanlıqlarda çatdım boya buxuna. Doğma yurdum möcüzədir çoxuna. Elad görmüş burada Sultan Səncəri. Ağrın alim, həncərsən, həncərim. Aman Allah. Keçən günlər hardadır? El-obamın yaylaqları dardadır. Yaddaşımın yadında da vardadır. Qulançarı, cıncılımı, pincəri, ağın alim, həncərsən, həncəri. Ömrüm boyu erkən durub gec yatdım. Hər arzumun istəyinə mən çatdım. Ayaq qismətimin ruzusunu oyatdım. İndi deyil, kim istəməz bir qurutdu xəngəli? Ağın alim, həncərsən, həncəri. Bal kimidir mahalının ləhcəsi? Ətirlidir torpağında baxcası. Məclisləri, sazın, sözün boğçası. Kəsəmənli, axköynəkli, incəli. Ağrın əli, həncərsən, həncəri. Ozan yurdum, şair yurdum, nur yurdum. Müqəddəsin, ocaq yurdum, pir yurdum. Azərbaycan, şimal, cənub bir yurdum. Zaməddinəm, şairlərin cəncəli.
Harun Ali, həncərsən, həncərsən. Harun Ali, həncərsən. Çox sağ olun. Eşq olun. Minnətdarıq. Təşəkkür edirik sizə. Biz verilişimizin belə deyək də ilk dəqiqələrində bu haqda danışdıq ki, insanın əhvalı onun sağlamlığına bilavasitə birbaşa təsiri var. Bilirik ki, gülüş də insanın ömrünü uzadır, eləmi? Hətta bu barədə tədqiqatlar da aparılıb bu günə qədər və biz həyatın müxtəlif o problemlərindən, qayğılarından belə deyək də yaxa qurtarmaq istəyirik, bəzən qaçmaq istəyirik, eynimizi açmağa çalışırıq. Elə mənə elə gəlir, siz də bax bunu düşünərək, məsələn, bax bu kitabı təqdim etmişsiniz oxuculara, söhbət Turşməzə əhvalatlar kitabınızdan gedirsin. Bax bu sərçanı mənə elə gəlir, elə insanların da əhvalını yüksəltsək və onların üzündə bir təbəssüm yaratsaq, çox yaxşı olardı. Bu sizin başınıza gələn əhvalatlardır, elə mi Qamətin mənim? Birinci bu mənim özüməm. Aha, cavab vaxtınız, bəli. Mən də baxımsan, mən də Anadan ağ saçda olmamış. Deməli, deyim sənə, şeir yazmaqda, məzəli əhvalatın yanından keçmək də, yazmamaqda, qələm almaqda mənim üçün bir günah sayılır. O iki kitabdır, Turşməzə əhvalatlar, bu ikinci kitabdır, birinci də var. Yəni, bu həyatda olmuş, özüm iştirak etdiyim, gördüyüm və həqiqi olan bir gülməli əhvalatları mən qələm almışam. Bu kitab hazırlananda bizim bir Arif Baxşəli oğlu var, kompüter dizaynını o yığıb. Danışdıq ki, hamısını yığıb diskdə Qara metrosunun görüşək çıxışında. Mən də 8-ci kilometr bazar var, oradan bazarı eləyib gəlirəm yoldaşımla, avtobusda oturmuşam. Mən qabaqda oturdum, o da arxada oturubmuş. Cəmaat da çoxdur. Mənə zəng edir. Axı, vaxtda 3 dəqiqə qalıb, biz də çatırıq. Zəng edir, zəng etməmişdən də, yəni, elə bilirəm ki, bu səsi mən eşidirəm hardansa, elə bilir ki, hardansa eşidirəm. Görürəm, mən telefonu götürdüm, mən də danışıram, o da danışır. Cəmaat gəl mənə baxır, gülür, gəl ona baxır, gülür, gəl mənə baxır, gülür, gəl. Sonradan bildik ki, ikimiz də bir avtobusdayıq. Çıxıra danışır. Və ikimiz də görüşə gedirik. Yəni, belə əhvalatlar xoş ovqat yaratmaq üçündür. Mən bizim xalqı, şair xalqdır, xoş ovqatlı xalqdır. Valla insanların üzünə, simasına baxanda onun daxili ələmini oxumaq olur. Mən əmkəlar işləmişəm uzun müddət, ona görə insanları yerişindən də tanıyıram. Hansı xislətdə olduğunu da tanıyıram. Bizim xalqa gülüş daha çox yaraşır. Bəli, doğrudur. Bizim xalqa vüqarlıq daha çox yaraşır. Dünya xalqlarını bas, cərgə düz genlərlə, cərgə düz Azərbaycanlı mütləq tanıyacaqsın. Birinci onda bir baxışında nurluq var. Bir sifətində bir nurluq var. Bir işıq var sanki. Bəli, işıq var. Onun bir xoş ovqatı var. Bir məğrurluğu var. Ancaq başqa xalqlarda valla onu görmək olur. Bilmirəm, gün mü çox qaraldı? Yəni zəndərdir. Bilmirəm, sarı millət də var, qara millət də var. Bir qədər soyuqqanlı millətlərdir, bəli. Yəni, mən efir vasitəsilə bütün xalqımızı səhəri xeyri olsun deyirəm, sabahları xeyri olsun deyirəm. Uğurlar arzulayıram, başladıq işlərdə uğurlar arzulayıram. Gənclərimizə saf məhəbbət arzulayıram. Qoy onlar saadətlərinə qovuşsunlar. Qoy halallıqla, belə ləyaqətlə, üzlərində rübəndlə qızlarımız, biz onu hara itirə bilərik? Aparıb itirmək istəyirlər, biz onu qoymarıq. Elə şairlər birinci cərgədə zirət kimi dayanıb, xanəndələrimiz də, musiqiçilərimiz də həmişə onu təbliğ etməliyik. Hamımıza xoş ovqat arzulayıram. Bizim də şeir, muğam sovqatımız tamaşaçılara. Təbii, budur. İndi nə qədər qəbul elədilər, əks sadası bilinəcək. Təbii. Dinləyək mi? Elnurun ifasını dinləyək hal-hazırda. Bu cür maraqlı söhbətlərimizdən sonra musiqinin yeridir. Bir armağanımda var, balacadır. O da sovqata bir bayatı ilə başladı. Bir bayatı kimi bir şeirlə də mən qutarım. Xatırla məni, balaca bir 4 sətirdir. Gününüz xoş keçəndə, yaxşı dostlar içində, elə özüm biçimdə xatırla məni. Təşəkkür edirəm. Qoy belə xatırlasınlar bizi.
Mehribanlıq görməyib bir məhlukaradan küsmüşəm. Mehribanlıq görməyib bir məhlukaradan küsmüşəm. Gündə yüz aləyən qəlbi qaradan küsmüşəm. Şənine dedim şirin söz, bir şey ondan dadmadım. Bu sebepten ağzı şeker, dil rubadan küsmüşüm. Ölürüm ayda Qəm olub aşıq, dolub ürəyimə cəm olub aşıq. İçib qan şərabın dəm olub aşıq. Barışmaram, daha qəmdən küsmüşəm. Mən torpağam, əkilib ləklənmişəm. Mən duyğuyam, xəyalla təklənmişəm. Telli sazam, zil üstə köhlənmişəm. Enənmərəm, daha bəmdən küsmüşəm. Şərbət olmaz, şirini az, qəndi kəm. Su saxlamaz, olsa çayın bəndi kəm. Yaxşı nə var, elə hamısı kəmdi kəm. Cıvat eləm, yaxşı kəmdən küsmüşəm. Bir qədəmə istədim, sındırdı könlüm şin seçdin aman. Ay canım, amay Daş bağrının sadı sahim, cəfadan küsmüşüm. Çünüma yerdə Çünüma yerdən küsənlər bir məsəldir xəlqara. Küstüyüm bir can deyildir, aşinadan küsmüşüm. Gördüm əvvəlki binası yanıb etməkdəyim. Vadife əsli budur, mən bu binadan küsmüşəm. Anacan bağrımda eylemişim ben, gözlerimi geriyan eylemişim ben. Anacan bağrımda eylemişim ben, gözlerimi geriyan eylemişim ben.
sağ olun. Biz axı söz vermişdik sizə ki, bugün xüsusi bir repertuar seçilib və inanıram ki, bəyənildi tamaşaçılar və dinləyicilər tərəfindən. Bizim verilişimizin bir ənənəsi var. Bilmirəm, bilənlər bilir, elə sizə də çatdırım. Heç bir yerdə oxumadığınız bir şeiri bizim proqramımızda mütləq gərəksiz oxuyasınız hər ikiniz. İndi düşünün, daşının, görün bu hal-hazırda ürəyinizdən keçən şeiriniz hansıdır? Qələmin mürəkkəbi qurumayıb. Elə səhər-səhərdir. Tamaşaçıların da əhval ruhiyyəsini qaldırar. Biraz da baməzə şiirdir. Amma bunun gərək əvvəlindən necə yaralar mütləq deyəm bu şiiri. Təbii. Necə yaranıb onu. Necə yaranıb? Deməli, mən bu yaşımda təzə-təzə gedib saz öyrənirəm. Bir 7-8 hava öyrənmişəm. Çox üzr istəyirəm. Səhər saat 7-dir. Bu havanın bir yeri yadıma düşüb deyirəm, ay Allah. Bunun burası belə idi. Durmuşam bunu çalmağa ki, görüm yadımdan çıxmasın. Bu uşaqların atası da üzr istəyirəm. Dedi ki, əşi, saat 7-də saz mı çalarlar? İndi bu hirslənib bilmədim, bunun könlünü necə alam ki, bu dalaşmasın məndən ki, saat 7-də saz çalmaq olar. Deyirəm ki, səhər-səhər sevgili yar, bir gözəl sözlə necəsən? Alma yanaq, billur puxaq bu qara qızla necəsən? Xub qəmzəsi nazı ola, bu qızdan haq razı ola, sinəsində sazı ola, bir telli sazla necəsən? Sevgidən çələng toxuya, ətrimi gül tək qoxuya, saz danışa qız oxuya, bir gözəl, bir xoş avazla necəsən? Elə də hava suyuqdur. Deyirəm ki, təbiətdə fəsil haça, durna iki səmtə uça, qar üstündə çiçək aça, qış günü yazla necəsən? Qaynayanda, daşanda sel, bir qayadır tərpətməz yel. Bax, odla oynayır cıratel, ateşlə, közlə necəsən? Bu qara qızla necəsən? Əla, şairlə bir evdə yaşamaq bu çox maraqlıdır doğru, çünki hər an insanın könlü danışdım ki, tamaşaçıların əhval-ruhiyyəsi daha gözəl olsun. Lap yaxşı. Bizim yəni eldə bəyalar dedim, bir xəngəl məsələsi var. Bəli. Ellərimiz lap qədimdən ad verib. Düşübdür dillərə adı xəngəlin. Daş salahlı qurudu ilə dad verib. Qalıb damaqlarda dadı xəngəlin. Xırmandan yazılar onun fərmanı. Buğdanı üydər el dəyərmanı. Ağzı xamırlıdır onun dərmanı. Onlar boyatında dadı xəngəlin. İndi hacıyam, ancaq təbliğ etmirəm. O vaxt yazmışdım onu. Dostlar, zahməddini qoymayın lağa. Xəngəl qonaqlığı düşər hər çağa. Bircə sualım var, ay Şamil qağa. Ancaq bir Tofiq qağa da var, o da deyir, niyə mənə yazmamısan? Bircə sualım var, ay Tofiq qağa. Olur mu cərməsi sadı xəngəlin? Damaqdan getməmiş dadı xəngəlin. Bizi yada salıb çağırdığınıza görə təşəkkürümü bildirəm. Bütün, bax bu texniki heyətə, səhərdən bizim nazımızı çəkib, bizi lentə köçürdən, tarixləşdirən bu el oğullarıma və bizimlə bərabər xalqımıza, Azərbaycanlara, dünya xalqlarına muğamat kimi çatdıran, sevdirən sizə, musiqiçi qardaşlarıma, bacıma təşəkkürümü bildirirəm və bütün xalqımıza ən qiymətli dünyada vaxtdır. Vaxtını itirsən, bəxtini itirərsən. Ancaq o 2 saat oturub bizim belə xoş ovqatlı, sovqatımıza qulaq asmaları onun əvəzini biz heç nəylə verə bilmərik. Elə ona görə də siz söylüyorsunuz ki, vaxtı sərf etməyin yararsız işə, vaxtı boş keçirmək deyildir peşə. İnanırıq ki, bugün də bizi izləyənlər vaxtlarını boşa keçirtmiş olmadılar, elə mi Cəğatel xanım? Bunu zaman göstərər, təbii ki. Mən də Zəhmətin müəllimin fikirlərinə qoşuluram. Allah sizə can sağlığı versin deyirəm. Bir şeirin bir bəndi var, çox deyən deyiləm. Deyir ki, bir atəş olub, ya oddan çıxıb, torpaqda qaynayıb, buluddan çıxıb, gözə görünmüb, ya yaddan çıxıb, Cəğatel adında birisi qalıb. Daha bu şeiri heç yanda oxuyan deyiləm. Həmişə küsərdim ki, bəs mən niyə? Mən sizə çox təşəkkür edirəm. İctimai kanala bir daha təşəkkürümü bildirəm. Sizlərə öz minnətdarlığımı bildirəm. Bu gözəl musiqilərinizdən siz də bizlərə. Elə biraz da bu coşmağımın bax bir böyük səbəbi bunlar. O qədər gözəl ifa elədilər, o qədər gözəl müşayiət elədilər ki, sizlərə minnətdarlığımı bildirəm. Bizi dəvət elədiniz. Çox sağ olun. Bugünkü söhbətlərinizlə, bugünkü şeirlərinizlə bizim əhvalımızı, həmçinin musiqiçilərimizin də ovqatını çox yüksək etdiniz. İnanırıq ki, biz bu müsbət enerjini bizim tamaşaçılarımıza, dinləyicilərimizə də bugünkü gündə ötürə bildik. Artıq ayrılıq vaxtı gəldi, çatdı. Gəlin həftənin bazar günü görüşməyə ümid edirik. Siz sağ, biz salamat.
Bağça bağda gezen kız, sona kimi süzen kız. Bağça bağda gezen kız, sona kimi süzen kız. Kara telin her yana, dəstə dəstə düzen kız. Kara telin her yana, dəstə dəstə düzen kız. Gel 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 ay kız, belə ceylan sevgili. Dur gel ay kız, belə mənim özgülüm. Gel 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 ay kız, belə ceylan sevgili. Dur gel ay kız, belə mənim özgülüm. Ne güzel qamətin var, üzün ay kimi parlar. Məni aldatma olan, qaş göz oynatma olan. Şirin şirin danışır, məni aldatma olan. Şirin şirin danışır, məni aldatma olan. Gel 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 ay ay, belə ceylan sevgili. Dur gel ay ay, belə mənim özgülüm. Gel gel ay ay, belə ceylan sevgili. Dur gel ay ay, belə mənim özgülüm. Yolunda durma oğlan, boynunu vurma oğlan. Yolunda durma oğlan, boynunu vurma oğlan. Mənə hərdən söz atır, qaş göz oynatma oğlan. Mənə hərdən söz atır, qaş göz oynatma oğlan. Məni yoldan etmə, belə ey cavan oğlan. Gəl məni incitmə, belə mehriban oğlan. Məni yoldan etmə, belə ey cavan oğlan. Gəl məni incitmə, belə mehriban